Rembo Oh. bastı da köpək. Qorxmadıma üstüm basıla dedi. Dinc dayanmır bir yerdə. Gözlərə bax, qıpqırmızı. Bastı. Yo oynamaq istəyir sadəcə orada. Mən Sultan baxışlarında mənə qarşı Ha biraz bu. şey hiss edirəm. Sən onu bərk tut, el turam. Mən düşünürəm ki, məsləhətdir ki, mən elə operatorumuzdan bir yerdə orada sizlə söhbət. Salam əziz izləyicilər, sizi Abbas əminin təsərrüfatından salamlayıram. Hamımızın tanıdığı, bir çoxumuzun tanıdığı Qərbi Azərbaycanlı Abbas əmi deyilən Abbas əmi yanımdadır. Abbas əmi, biz səni salamlayırıq. Aleyküm salam. Sənə də ürək sözlərin varsa buyur denən. Salam dostlar, qardaşlar. Rasul qardaşına xoş gəlibsən. Təşəkkür edirəm. Sağ ol ki, bizi yada salıb gəlibsən. Allah razı olsun. Borcumuzdur. Əslində mən çoxdan gələcəkdim, hamımıza söz verdiyim kimi. Sadəcə olaraq yayın əvvəllərindən zəng elədim Abbas əmiyə. Abbas əmi dedi ki, hal-hazırda heyvanlar tüklərini tökür. Yəni tük dəyişən dövrüdür. Yəni imkan varsa heyvanlar təzədən toparlansın, sonra gələrsən. Mən də təbii olaraq gözlədik və gəlmişəm, çıxmışam bura. Baxıram nə boydadır bu? Təxminən Abbas əmi sən dedin burdadır səndə 1 metrə. Hə. Düzdür? Də eynidir, onsuz da. Sadəcə olaraq Maturxan hələ belə deyim, stoykasını almayıb, artıq 1 metrdən hündürdür. Amma Abbas əmi deyir ki, heç vaxt ölçməmişəm. Həqiqətən də çox hündür heyvandır. Düşünürəm ki, rahat bir 1 metr 5 santı var Abbas əmi polkada. 5 olmaz, 1 metr 5 olmaz, birdən yuxarıdır. Birdən yuxarı, 1-3 olar. İndi orada mən böyle bir şişirdilmə bir şey demədim əslində. 1-3 olsun, 1-2 olsun. Olur. Amma faktiki olaraq var. Buradan da elə erkək sahiblərinə səslənirəm ki, əgər belə bir itiniz varsa, hündürlük iddiası irəli sürmək istəsəz, sadəcə olaraq hündürlükdən biz digər şeylərə qarşı sadəcə olaraq çəkiliş üçün yanbayan gətirib hündürlüyünü ölçmək istəsəz, bizə mütləq şəkildə yazın. Maturxanın neçə yaşı var Abbas əmi? 2 yaş yarımdır. 2 qardaşlar. Bir qardaşı da eyni bir qarın qardaşı var. Sultandır. O bu boyda deyil, o tamam fərqli viddədir. Onun viddi figurası tamam. Gələcək də indi bura. Hə, gələcək. O prama Baysov viddədir. O tamam fərqli viddədir. Kələ kimidir. Hə, kələ yox. Bu boyda hündürlüyü bir belə deyil, bu tamam fərqli bir şey. Eyninə verib belə deyək. Gələndə görəcək. Gələndə görəcək. Tamam fərqli bir şey. Düz bu boyda deyil. Bunun əmisi düşür. Bu Ramonun oğludur da. O da Rembo'nun oğlu var, Rocky. O belədir bir şey. O bundan da gözəldir. Ümumiyyətlə birinci itimin adı nə olub bu alabaylardan? Birinci itimin adı Malış olub. Malış. Neçənci ildən yəni bu alabaylar təsərrüfatına başlamışsan? Malış 2010-dan məndə olub. 2010-dan. Əvvəllər xaricdə Dobelman, Rottweiler saxlamışam. Bunları keçəndən sonra yoldan alınmır. Bunlar mənə neçə nəfər zəng eləyib cütləşməklə bağlı şeydir. Mən də sənə zəng eləmişəm, demirsən ki, mən cütləşdirmirəm də. Bu nə ilə əlaqədardır ümumiyyətlə? Onunla əlaqədar deyəndə mən əziyyət çəkirəm, zəhmət çəkirəm, pul xərcləyirəm, bu cür heyvan yetişdirirəmsə, durum onu. Yəni pis mənada demirəm də, çatdırmıram, öz itlərimə bəs eləyir. Mən erkək çox naqusqa salmıram. Maksimum ildə vuraram 5 dənə cütə. Yəni ödəniş də versələr, xeyir yoxdur, puldur, baladır, xeyri yoxdur. Yaxın qardaş olarsa, qardaş deyil. Özü üçün. Özüm üçün, hə, ona vuraram, o itə cüt vuraram. Belə yoxsa puldur, yoxsa baladır, yox, mümkün deyil. Yəni nəqdi bunu yekunlaşdırır ki, cüt söhbəti yoxdur. Yox, mənim üçün dünya çempionudur. Bəli. Bunlar mənim üçün tamam fərqli bir şeydir. Bəli. Zaten sənin yanaşmağı görürəm itlərə, TikTokda da görürəm, hər yerdə görürəm ki, sən onlarla balaca balaların kimi davranırsan, hansı ki bizdən böyüdülər, yəni bunu deyim, şeydir, qəşəng daspexləri də var. Biraz düzdür, siz tanıma yığılır. Yox, istəyirəm də, hələ yığılır. Əsas dəymir, sağ olsun. Şeydir, dedin deməli, boyunu bildik, təxminən 1 metr, 2-3 düzdür. Səki dolu, maksimum olub 115 kilo. Maksimum olub 115 kilo. İndi 115 olmazsa da 103-102 kilo olar. Cütə vurmuşam deyiləm, biraz sınıxıbdır. İşte cütə vuranda bizdən bir həftə yemək yemiyiz, cütdən sonra yemiyiz. Sınıxır, ağzı indi onun özü kürsəkdədir deyinə, iyini tutub yemək yemir. Orada da bir dənə balacamız var. O neçə aylıqdır Abbas əmi? O 9 aylıq. Düzdür, o cütə vurmuram, o kürsəyə gəlir.
Hə, kürsəyə gəlir. Ayırmışam ki, heyvanlardan Bəli. kütə düşməsin. Düşməsin. Çox gözəldir. Dırnağı bərk olsun həqiqətən. Abbas əmi. O da bunun qardaşı balasıdır. Elə ki, bunun əmisi. Sultanın Hə, o Sultan balasıdır. Hə, sultan balası. Hə, bildim. Bu balaları oradadır. O məşhur bir dənə videon yayılmışdı Masazırda gəzdiyin yerdə Hə, qardaş. deyil Abbas kişi bu boyu. idi o. Hə, bu idi. Deyil Abbas kişi boyu 1 metr 20 santimdir. İti yekədir. Ta o yerə gəldi ki, Rus kişiləri 1.74 onun böyündə dur şəkil çəkdirdi. Yəni 1.74 sən? 1.73. 73, 1.76 da mənə. Hə. Dedim daha bu 120 boy olmaz. Olar ta o it yekə döndür Abbasın boyu balacadır, iti yekə düşür. Özüm ben 106 kiloyam. Aha. Həqiqətən Maturxan da. Bir də ki, mən bu alabaylarla yenə də deyirəm, mən düzünü xoşlayıram da, yəni qanları ilə məlumatım yoxdur. Sadəcə eşitmişik də Maturxan. Deməli bundan əvvəlki Maturxan o həmin qandan gəlir bu. Həmən qandan bunun atası o qandan gəlir. Sultan var idi. Maturxanın qardaşı Sultan. Aha. Sultanın oğlunun oğludur. Bu Sultan, deməli Maturxanın əsl o əvvəlki Asnavnoy Maturxanın qardaşının oğlunun oldu. Qardaşının nəvəsidir belə deyək. Nəvəsidir. Hə, başa düşdüm. Anası tərəfdə Xaki vardı. Xaki. Rüstəm İtorov Xaki Ukraynadan gətirib. Anası da onun qızı olub. O Xakinin özü 1 metr 4 santim olub indi. Yəni bunlar onlardan dönmə deyirlər, Abbas kişi iynə vurur, itləri yekəldir, nə qaydır. Bunu deyəndə adama gülməyə gəlir ki, iynə vurur. Ya zaten elə sözlər işlənilir ki, iynə vurur, bu hamısına vurur. Bu yekənin yekə balası olur. İndi Sultan bunun qardaşı da olub 88 boy olub 1 metrdən yuxarı. Bəli. O indi oxşur, baxır da nəyə çəkir, ana tərəfinə dədir. Bunun ana tərəfi də böyükdür, dədə tərəfi də böyükdür. Bəli. O neynəsə də yekə olacaq da. Normal bir də qidalandırmaq lazım. Qidalandırmaq düzgün eləmək lazımdır. Proqramla hazır elə qabağına at xodu gətirib qabağına. At xodu, hə, mal deyim, mal əti verirlər. Mal ətini 17 manat, 22 manat mal əti verirlər. Pir, çıntır içindən gəlir türkü qabağına, deyim, mal əti verirlər. Düz. Tamamilə razıyam. Onu korum var. O da özün gördüğündə də küçüklər üçün 210 manata korum yedizdir. Məndən də Allah aparadı, biz aparıb balaca qalır, Abbas ki də böyük olur. Sən boğazdan keçərdik. Yeyibəldir ki, böyük olsun. Artıq düpödür. Artıq Maturxan balası var. Hə, bu saat 3 dənə dişi balası var orada. Hə, orada dediyin o balalar. Bir dənə erkək balası var, o yaxın. Satışdadır onlar ümumiyyətlə. Yox, o saxlanmışam. Bir dənə erkək balası var, göstərəcəm. Şahid onda yaxın qardaşa vermişəm. Hal-hazırda satışda bala yoxdur. Yox. Var, dişi var. Aha. 25 günlük dişiləri var. 25 günlük dişiləri var. Hə, erkək yoxdur, dişiləri var. Sənin nömrəni buradan bildirə bilərik ümumiyyətlə? Problem deyil. Aha, onda zəhmət olmasa denən eşitsinlər, mən də oradan yazı ilə 055 211 53 88. 53 88. Bizim YouTube kanalından baxıb zəng elədiklərini bildirsələr, bala olanda endirim eləyərsən olarsın. Hə, sənə görə endirim də var. 50 manat sənə görədir. 50 manat? 30 manat qardaşı çətinə görə. Nağda buradan endirimimiz var. Yoruldu. Qalanı da yerində özünüz həll edərsiniz. Yoruldu. Bizlə dayandı, yoruldu. Mən düşünürəm ki, Abbas əmi, digər itlərimizə keçə-keçə söhbətimizi davam etdirə bilərik. Möhtəşəm. Çox gözəldir həqiqətən. Maturxan çox gözəl heyvandır. Digər heyvanlarımızı çəkək. Hə, Matur? Yaxşı. Durdum mən. Gəl gedək, gəl. Əzizlərim, buraxılışımızın sponsoru Maystik yemləridir. Maystik yemlərinin hər növ itlər və pişiklər üçün çeşidləri mövcuddur. Əgər Maystik yemlərini tapmaqda çətinlik çəksəz, zoohouse.az səhifəsinə müraciət eləyin, sifariş verin və sizə ödənişsiz çatdıracaqlar. Və sizə bunu bildirmək istəyirəm ki, canlar həqiqətən Maystik yemlərini çox sevir. Hə, əzizlərim, bu da Rocky. Rocky'nin neçə yaşı var bu sənin? Rocky 1 yaş 9 aylıqdır. Maturxanın bu əmisi düşür. Bu Rainbow-nun oğludur. Bu Rainbow-nun oğludur, Maturxanın əmisidir. Hə, Maturxanın əmisidir. Yadıma düşmüşkən, Abbas sən bayaqlar yadımdan çıxdı soruşum elə Maturxan buradaykən. Maturxan fikir verirəm indi Rocky-dəki ayaqları düzdür. Bəs Maturxanda əyri idi. Yəni nədən irəli gəlir? Maturxanda necə? Maturxan 7 aylığında bir həftənin içində başladı arxa ayaqlar əyilməyə. Aha. Həkim nəzərdə müraciət elədim, bir də kalsium çatmır, bir də D vitamini çatmır. Onların hamısını elədim. Bir yaşa kimi düzəldə bilmədim.
Sonra başladı Rokidə əyilməyə. Aha. Gəncədə Vladik həkim var. Aha. Allahın canı Bəli, sağ bəli, eləsin. tanıyıram. Hə. Ona müraciət elədim. Aha. O dedi onurğa sütunda xəstəlik, onurğa xəstəliyi var. Mhm. Onun ayağı ondan görə əyildi. Sağ olsun, dərman göndərdi. Bu Roki sağalda bildim ki, Maturxanda gecikdi deyilən. Bəs Roki neçə aylığında tez idi? Hə, Yəni Maturxanda Maturxanda hasa deyilən bu 5-6 aylığında Rokini düzəltdi sağal. hə. Bu Deməli Maturxanda gecikmiş hə, stadiyaydı. Maturxanın yaşı keçmişdi. Bundansa bir 6-7 aylıq idi. Bu tam düzəldi, onu düzəldə bilmədim. Aha. O onurğa xəstəliyi var idi. O da 1 yaşına kimi davam edirdi o xəstəlik. 1 yaşı keçəndən sonra o xəstəlik qurtarır, sağalır. Yəni o mən demirəm, bu həkim məndir. Yox, təbii ki, başa düşürəm. Yəni ona görə onun arxa ayaqlarını Bu Roki o mən bura gələndə balaca olan balaca Rokidir. 1-2 aylıq idi. O dedi nə satmıram bunu, özümə Hə, saxlamışam. özümə saxlamışam. Buydu olur. 7 bacı, bir qardaşı idi. Neçə yaş var bunun şey? O indi 1 yaş 9 yoxsa 2. Hərdə bir il yarım zadından qabaq. 1 yaş 9 aylıqdır. 1 yaş 9 aylıqdır. Hələ Amma bu sənə bax- deyim ki, bunda da xolkası 1 metrə var. Ha, bu tam ideal vəziyyətdədir. Ayaqları düz. Bu düzdələm bunun Çəkisi bunun nə qədər olub maksimum? bu maksimum olub 98 kilo. 98 Hə, kilo ondan olub yuxarı. maksimum. Küçük də indən belə cütə vursam düzəl qalxacaq. Cütdə Yox, düşməyib. cütə vurulmuyub hələ bu. Ha. İndiyənə kimi cütə vurmamışam. Gözəl, gözəl. Gəl. Deməli 98 kilo olub maksimum, boyu 1 metr plusdur. Ayaqları düz, Ay, çox əlləri var, düz. daha Hə. Həqiqətən çox xoşum gəldi. Ay gözəl. Ay gözəl. Gözəl heyvanlar. Orada dişi kürsətədir, ona görə bu. Hə, bax. Sənə deyim ki, bayaqdan fikir verirəm, çox gözəl belə deyək, daspexlərim var. Mən ona sinəlik deyək. Daspex deyənlər var. Rəsul bu sinəliyi mən harasa deyim da. Aha. Zınqrov. 2011-də bir it aldım. Aha. Bu sinəliyi o itə görə aldım. Bu sinəliyə görə o iti aldım. Hə, sinəliyə görə Hə, it aldım. 2000, hazır 2000 dollar pul verdim. Türk qardaş Satmırdı ki ayrıca. satmırdı da. Hələ o alandan sonra da aparı dedim, o iti mən o demənə görə alıyorum, hara aparırsan. Doğan qardaşı vardı Türk. Ha, burada yoxsa Yox, Bakıdaydı. Ondan Hə, bir dənə it aldım 2000 dollar. aha. Açıq mən bu demənə görə o iti seçdim aldım. İtə söz yox idi. İt də gözəl heyvan. Bu yaşı 9 yaş var, yaşlı idi. Aha. Mən bu remənə görə o iti aldım. O vaxtdan da saxlayıram bu reməni. Həqiqətən doğrudan da çox keyfiyyətli Neçə bir remendir. 7-8 il saxladım. Niyə? Bunun razmerdə itim olmurdu. 2 salam orada. Bu böyük razmerdir. Hə, Balaca hə, itlərə hə. taxanda elə bir ki biz Hə, o ərəfələrdə Hə. Maturxan boyda, bunun boyda yox. yox. da. Hə. Açıq, bu illərin Yox, bir. həqiqətən Seleksiya eləyə çatmışam. gözəl remendir. Həqiqətən. Satmırsan da istəyən olsa. Bunu, bunu mən ölsəm aydı saxlaması da satsınlar. Allah sənə can sağlığı Bunu versin ki, sataram mən. o boyda canlara belə qəşəng baxırsan. Yox, bu satılası heyvan deyil. Yox, həqiqətən Ay, çox gözəl. qəşəngdir. Özdə cavandır. Ən yaşlı itin adı Ən nədir? yaşlı itim bundan babası Toros. Bu saat 9 yaş, 10 yaşı var. Səndədir? Ha, o mənim bu erkəkdən ancaq ölər mənim qapımda. Super, super. Heç kimə super. satmaram. Düzdür, dişiləri Bu sözlər var ha, bağışda sözü kəsirəm Abbas əmi. Bu sözlər var ki, sən işlədirsən ki, mən onu məsəl üçün də, yəni satmaram, mən onu vermərəm. Bu hər adam mahiyyətini başa düşmür. Başa düşən qardaşlara da mən deyəmirəm, buradan mən can bundan sağlığı da- arzu edirəm. Var olasınız ki, belə şeyləri başa düşürsünüz. mən bundan Həqiqətən analarım var. Bəli. Qardaş, bunlarla yaşdaşmışam, mən. Bundan məndən böyük, mən bundan da yaşdaşmışam. Mhm. Biz Mhm. bununla pulla əmələ gəlir şeydir. Əzizlər, yəqin ki, bir dənə sadəcə olaraq evin bu hissəsini göstər. Mən göstərmək istəyirəm. Abbas əmi, mən il yarım bundan qabaq təxminən Rocky Boboydaydı. Mən gəldim ki, bu kələ kimi bir dənə it var, balaca. Dedim ki, Abbas əmi, bə evi niyə qurtarmırsan, eləmirsən? Dedi ki, əşi, əsas heyvanlardır. İndi gəlmişəm, görürəm ki, yenə hələ də o formada qalıb, yəni yarımçıq qalıb. Deyirəm, Abbas əmi, nə oldu? Deyir, mən deyir, heyvanların boğazından kəsib evə deyir, pul qoya bilmərəm. Yəni yəqin ki, anlayırsınız mən nə demək istəyirəm ki, deyir ki, bu qədər təsərrüfata mən hər ay müəyyən qədər yüksək belə də xərc çəkməliyəm və o xərci də mən nə azalda bilmərəm, nəyəsə görə, nə bir şey.
Allah sənin can sağlığı Sağ versin ol, ki, sən sağ ol. onlara belə baxırsan İnşallah bu həqiqətən il də. evi də qurtararım. İnşallah, Yəni inşallah. ki. İnşallah bu çəkilişimiz İmkan çıxar olar. versən. Bundan sonra evi də qurtararsan inşallah. Qəyiddən saymaz da evi qurtararım. Yo, inşallah ki Allah sənin ruzivi yetirsin. Sağ ol. O sağ ol, formada sağ ol. qutar inşallah. Keçək onda növbəti itimizə düşünürəm. Oldu. Rembo. Aşağıdan çək Rembo. Evet. Salam Rembo. Aşağı yuxarı Abasən baxıram ki, elə hamısı xolkası eynidir. Ha bu baba. Yəni 1-2 santa o birisilərdən bu balaca olar. Bu Rocky'nin atasıdır. Bu Rocky'nin atasıdır. Ha, bu 7 yaşı var. Paşlı bunların törəmələridir. Matoxan da bunun nəvəsidir. Maturxan da bunun nəvəsidir. Baxıram ayaqları da düz. Bir daha yenə deyim, Matoxanda Matoxan. problem. Amma mən sənə bir söz deyim. Mən bunu çoxdandır sənə demək istəyirəm, yadımdan çıxır. Fikir verirəm, sən hamısının içində Maturxana bir ayrı yanaşırsan. Niyə? Rasuladır, o xəstə olub Aha. balacalıqdan. Hayır. Onunla çox vaxt keçirmişəm, ona çox əziyyətim dəyib. Həm də xəstə olduğuna görə ərkən böyütmüşəm onu. O mənim üçün tamam fərqli bir şeydir. Ona görə. Düz ən bahalısı Rocky'dir. Aha. Yəni bu yayda ona 50 min də vermədim. 50 min. Hə, o hündür 1 metr itaqlarla türkü yapar bağa. Aha. Yəni təklif elədilər da demirəm ciddidir, yalan doğrudur. Aha. Elə mən eşidən ki dedim vermirəm. Aha. Araşdırmadım, ciddi deyirlər, yalan deyirlər. Ancaq mən elə Hə, çerez təklif hə, elədilər. zəng eləmişlər. Yanımda da 2 nəfər də var idi. Bu da Bəli. burada bariyerlər tikildi. Aha. Elə eşidən ki dedim yox, satmıram mən. Rocky. Ancaq hə, Rocky. Ancaq Matoxan mənim üçün özəldir. O Bəs ümumiyyətlə təsərrüfatında elə itlər varmı ki, məsəl üçün böyük olanları ki, məsəl üçün Loridildə desə 5000, 10000 kimsə təklif yox, etsə mümkün satasın. deyil. Yəni yormasınlar. Satmaram. Düzdür, Amma- kişilər yaşlaşanda, yaşında 4-5 olanda verirəm dosta tanışa yenə satmıram. Aha. Verirəm heyvan sevərlərə baxam, deyirəm gedin malı götürərsən. Aha. Satmıram. Ancaq erkək ölənə kimi baxımdan satmıram. Rembo dedin də adını düzdür? Ha, Elə bir uzunluğu digərlərindən daha uzundur. Ən uzun bu qədər metrdən geçəydi. Bu yığılıb da o. Hə, yaşla əlaqəli. 7 yaşı bu əvvəl bulandan idi düz. Ha. Yığılıb uzunluğu. Zaten indi yığılı durub. Onsuz da Həm də özünü biraz balacalaşıb. Hmm, Bu hündür idi, uzunluğu düzdür. Matoxanla eyni ola, bəlkə Matoxandan uzun olar. doğrudan. Ha, Nəsə Matoxan. mənə elə gəlir ki, elə bir ki, biraz Bu ya uzun- ola bilər, uzun yan-yana heyvan. gəlir onun. Bax bu Xakinin nəvəsidir. Hakinin nəvəsi. İndi bunun atasını göstərəcəm oradan. Bu Aha. ana tərəfi Xakilərdəndir. Hə. Bunun atası bir 80 bir 77 santim ancaq olar. Torosdur bunun atası. Hə. Yəni, bu da Qazaxıstandan gətirmişik. Qazaxıstan çempionunun qızıdır bu. Hmm. Bu məndə 4 dənə balası var. O bariyerdə olan bunun qızı idi. Hə, bildim. Hə, Şeydəki kürsədə olan, hə, o bayaqlar Maturxan çəkəndə 4 dənə bunun indi bu saat o balası 9 var aylıq məndə. dişi bunun qızıdır. 9 aylıqdılar. Bəli. Gözəl. Ümumiyyətlə Rembo'nun maksimal çəkisi nə qədər olur? Bu 104-dən ona keçməyib. 104-dən oyuna keçir. Çünki Hal-hazırda təxminən neçə olur? təxmin indi ola bir 87 zad var, 86, 85. Hmm. Yəni dişilər imkan verməyib ha. Hə, başa düşdüm. Biri Təbii. kürsəyə gələn kimi bir həftə 10 gün iç saxlana bilirlər. Yemək yemirlər. Bu ancaq vitaminlərlə, iynələrlə Hı. ayaqda saxlayıram ki, yemirdi. Bir 10 gün yeməyəndə bu da heyvan nə günə düşür. Nə olacaq? Təbii. Əlbəttə. Çox gözəl. Bu günə kimi ümumiyyətlə Rembo'nun nə qədər balası olub aşağı yuxarı? Say hesabı yoxdur. Hesab yox. Bu saat məndə balası, Hı bu hı. saat öz balası Ramodur. Götürücü oradadır. Mhm. Hələ çəkməmişik də. Ən güclüsü odur, yox çəkilmir. Çəkməmişik. Bunun Ramo. adamı da yeyər. Ramo. Hə. Hə. Sonra Rocky bunun balasıdır. Matoxan bunun nəvəsidir. Hə, Maturxan bunun Hə, nəvəsi. nəvəsidir. Ramonun oğludur. Aha. Qızlarına indi orada bir qızı var. Mhm. Bacısı Çita bacısı var, verdim onu. Yaxın qardaş var ona. Mhm. Matoxan anası.
Matoxan bu həm də şeyə düşür də, daşı da düşür. Aləm başını bir. Aləmi qatmısan bir. Heç kimdən cütə vurmursan deyə hamısını elə orada həll İngiliz edirsən. zadə ana bala, yox, ana bala vurmuram heç vaxt cütə. Hal-hazırda deməli bayaqları səhv etmirəmsə dedin ki, ən yaşlı itin Torosdur. Torosdur, Onun neçə da. yaşı var dedin? Yadımdan çıxdı. 10 yaşı. 10 yaşı var. Ondan sonra Rocky'dir, Budur. Rembo'dur. Ondan Ha, sonra bunun Rembo'dur atasıdır 7 Toros. yaşında. Bu 7 Bunun yaşı. atası da o. Dekabrın İndi 12-si görəcəyik, 7 onu da yaş tamam görəcəyik. olacaq. Onda düşünürəm məncə keçid eləyək Köçək. ona. Əzizlərim, sizi Abbas əmin bacısı oğlu Elturanla tanış eləyirəm. Salamlar izləyicilərimizi. Deməli, bütün bu buradakı itlərin xatakarı Toros. Tanış olun. Abbas əmi tanış elə itlərlə. Torosdur, bu İzləyicilərimiz. Rembo'nun atasıdır. Aha, Bu da bunun nəticəsidir. Jaguardır, Ramon qızıdır. Ramonun qızıdır. İndi orada 3 dənə bunun balası var, 5 aylıq, Aha. özü boydadılar. Deməli, Toros 10 yaşı var, Jaguarın da 3 yaşı var. 10 yaşı, onda 3 yaş. Düzdür? Gözəl, gözəl. Onların xolkası ümumiyyətlə Toros'un çəkisi nə maksimalı nə qədər olur? Maksimum bunun çəkisi olub 65-dən yuxarı olmuyor. Olmuyor. Aha. Olmuyor. Boyu da 85, indi biraz yaşlaşıb Aha. 70. Amma sən verdiyi balalara bax da. Bu qanı, bunun Tamam. babasını 2000 manat dollar almışdı. Remeni almışam. Bunun babasını 2000 dollar almışdı. Evet. Yəni görürsüz əziz izləyicilər, Qan burada var da, qan. yəni şişirdmə söhbətlər yoxdur da. Yəni burada nə varsa o da. Şişirsən Məsəl üçün deyə bilər ki, Abbas əmi 1 metr olub vaxtı ikən, çəkisi də 115 olub, indi düşüb falan, yaşlaşıb deyə. Xeyr. Yəni deyir ki, 65-dən yuxarı olmayıb, hər şey yəni olduğu kimi şəffaf şəkildə. Mən ortaya keçsəm qorxusu var? Gəl, qorxma. Hə? Qorxma, biraz səndən çəkinəcəm. Hə, problem yoxdur. Yanında dayanım, çəkim. Toros, yox. Yaşlaşdıqca nə olur? Şeyə oxşuyur. Mauqli multfilmində Şirxan var idi. O pələng. Bunu sən cavanlığını görərdin. Hə, onu köhnə multfilmi var ya bir dənə. O onu da oxşuyur ona. Nəysə ki, deməli 3 yaş, 10 yaş, düzdür? Polkaları da başda üstə aşağı yuxarı düşünürəm ki, elə bir-birinə Bunun yaxındır. cavanlığını görənlər var, Rasul. Bunun başqa şeydir bu. Yo, anlayıram təbii ki. Mənim üçün ümumiyyətlə belə deyək də, itin fəaliyyəti maraqlıdır, itin aktivliyi maraqlıdır. İtin bəzən olur ki, yəni bu tamamilə normal bir haldır. Kimisi itinin böyüklüyü ilə fərq eləyir, kimisi itinin uzağa tullanmağı ilə fərq eləyir, kimisi itinin yaxşı qaçmağı ilə fərq eləyir. Yəni hər sahibin öz zövqü, öz həvəsi, öz fikirləri var. Yəni bu da onun avtomobilində də keçərlidir, it heyvanında da keçərlidir. Yəni hər bir şəxsin öz şəxsi fikirləri var. Nəysə, həqiqətən də Toros hiss olunur ki, bu hər tərəflidir, universaldır bu. Universal heyvan. Hər tərəfli bu. Həm qoruyub, həm qoruyur. Bu o cür bala verir. Ben Rembo'nun oğludur. Heç kim inanmır onun oğlu. Bəs anaları hansıdır Rembo'nun? Burada da anası. Rembo'nun anasını yoxdur, ölübdü o. Ölüb. Düz cavan öldü. Onu mən 2500 manat almışdım o heyvanı. Hakinin qızıydı. Hakinin qızı. O da 1 metr 4 santim olub. Yəni bunun da babası böyük olub, ondan calanıb belə bir şeylər əmələ gəlir. Başa düşdüm. Yəni bunu çox adam qanqaldır, bu qanqal deyil yəni. Bilsin də bu qanqalla bunun əlaqəsi yoxdur. 10 yaşı var da bunun yaşında it qalmayıb. Bəs sənin düşüncənlə bu qanı sırf nədir? Bunun qanı babası Türkiyədən gəlib. Babası Türkiyədən. Hə, yalan deyirəm indi orada Türkiyədən Aha. gəlib bunun Onda babası. hər variantda açıq şəkildə demək olar ki, həmin o Ramo, digər o heyvanların qanı təmiz alabay deyil də. Yəni orada fakt türk qanı da var. Bunun atası Türkiyədən gəlib, babası. Bu mənim üstüm burada doğulan heyvandır. Türkiyədə yəni bunun ana tərəfdə Matoxanlardan, Xakilərdəndir yəni. Başa düşdüm. Deməli bir istiqaməti alabaylardandır, bir istiqaməti Türkiyədən gəlir. Türkiyədən gəlir. Və bunun özü Anadoludur. Anadolu, hə, o Mercedesin nəvəsidir bu. Mercedesin nəvəsi. Mercedes Azərbaycanlı bunun Mercedes tərəfdən gəlib, ana tərəfi ha. Heç nə. Düşünürəm digər heyvanlarımıza da baxaq, keçə bilərik. Ha, olar.
Hə, mənim əzizlərim, indi gəldik. Abbas əmi, tanış elə bu heyvanlarla da bizi. Bu Sultandır, Matuxan qardaşı, Maturxanın qardaşı. bir qarın qardaşı da, bir eyni pamyot. Bunun boyası 85-87-dir, Matuxan 1 metr 3 santimdir. Bu da Pantadır, Aha. Rokin anasıdır. Rokinin 3 anası. yaşı var. 3 yaş yarımdır. 3 yaş. O deməli Maturxan 2 yaş yarım idi da, düzdür? Hə, 2 yaş yarımdır. 2 yaşa. Bir də 3 yaşı var. Rokinin anasıdır. Bu da Sultandır, bu düz boyu boyda deyil. Olsun. Matuxan çox Bayaq böyük. səhv eləmirəmsə, düdün ki, belə bir Hə, dedi hə, da, hə. yəni ki, Sultanı nəzərdə tutdun Hə. da. Bu düz Mən Sultanın baxışlarında mənə qarşı hə, biraz bu şey hiss edirəm. Ona görə onu da mən istəyirəm, sakitcə bunu da düşünürəm ki, istəyirəm. mən hiss edirəm, ona görə sakitcə O da bizi bu o istiqamətdə baxışına yavaş baxar, yavaş o baxışına gedirəm, baxar. hə. o sən onu möhkəm bərk tutar. tut, el turam. Mən düşünürəm ki, məsləhətdir ki, mən elə operatorumuzla bir yerdə orada sizlə söhbət eləyim, ən gözəli. Bərk tut, el turan. Hə, nəysə ki, deməli, məncə bunlar da. Amma Sultanın ayaqlarında əyrilik var, amma sən yoxsa Yox, yox. yox, bu ideal vəziyyətdədir. Sadəcə indi duruşuna görə belə. Hə, duruşdu. Bunu indi buraxacam gəzəndə ki, bu 4 dənə bulmusa balası var. Yox, sadəcə olaraq bilirsən məsələ nədən ibarətdir? Bəzi hallarda izləyicilərimiz də deyir ki, misal üçün bu kadrı yaxşı çəkməmisən, eləməz. İzah eləyə bilmirəm ki, yəni itlər kənar şəxs görəndə, yəni Yığılır. tam o həmişəki forma açıq olanda hə, okey, normal qaçır, cüssəsini görmək olur falan, amma biz indi buradayıq deyə açıb buraxa bilmirlər. Bu nüanslar var. Bəzi nüanslarda siz də bizi Sizlərdən anlayın. ehtiyatlarını da bu Hə. hazır vəziyyətdə durur ki, Hə. nəzər. Bu nəsə plus mən də keçirəm arxa hissəsinə, itin tanımadığın heyvanın arxasına keçmək də düzgün bir şey Bundan deyil. dədəsi çox güclü adamcıldır. Aha. Biraz qanlı çəkir də. Bu balları adamcıldır. Ramo. Ha, Ramo var. Hə. Ramodan mən də qorxuram. Şeydir. Həqiqətən çox gözəldilər. Dırnaqları möhkəm olsun. Sağ ol. Məncə sağ ol. düşünürəm digərlərinə keçə bilərik. O, keçin onu. Çək. Əzizlərim, sizi Simba ilə tanış eləyirəm. Jesse. Simba, Jesse. Simba'nın qulaqlarını pitbull kimi kəsdirmisən, Abbas əmi. Özün elə etdirmisən, ya belə Ha, olmur. bunu həkim kəsir. Həkim kəsir, Hə. ona görə belə kəsir. Uzaqdan baxdım, elə bildim pitbulldur. Ya bu. Hə, Tamam. şeydir. Simba deməli kimin oğludur? Simba Torosun. Torosun Hə. birbaşa oğludur. Ha, ha. Aha. O da Matuxan bacısıdır. Maturxanın bacısıdır. Hə, eyni Bir- pamyot. Deməli Maturxanın Eyni Sultanın eyni qarın bacısıdır. Ha, ha. Aha. Deməli Simba neçə yaşı var? 4 yaş, 9 aylıq. 4 yaş, 9 aylıq. Xolkası da aşağı yuxarı 1 metr civarındadır. Hə, elə oldu. E, Çəki 90, 100. ola bilər 98. Yəni burada yer. Çəki 90-dır, %100. Çəki Yəni 90-dır. Bacısı da sənə deyim balaca deyil. yekə, o bundan Oo. yekədir. Hə? O Matuxan, bundan- o hündürdür bundan. Hmm, Bir daha bala verir, bir qarın bala verir. hə. Çox qəşəngdirlər. Deməli bunların da 2 yaş yarımdır da. Deməli bu neçədir yaşı? 4 Bu 2 yaş yaş. yarımdır. Bu, Hə, bu 4 yaş 10 aylıq. 4 yaş 10 aylıq. Hə. Mən artıq beynim qarışır. İtlərin sayından əziz izləyicilər beynim qarışır. Hala yarıma ya. Hələ yarıdayıq. Aha. Düzdür? Hələ yarıdayıq, beyin ucu qarışır. Gözəldilər. Fikir verirəm, bəzilərində, bir çoxlarında sən quyruq Mən quyruq ümumiyyətlə kəsmirəm. ümumiyyətlə kəsdirmirsən. Ziyanlı bir şeydir. Quyruq onluğa sütuna bitişi bir şeydir. Gözəl, gözəl, düz. 3-4 yaşından sonra o büruzə verir, ayaqlar tutula bilir. Aha, Həmin bitsiz olur. bitsiz olur. Quyruqsuz it mən xoşlamıram da, yəni xoşlamadığım şey eləmərəm. Düz. düz. Kimisə xoşuna gəlir, Bəli, ona görə yox, mən öz xoşuma görə saxlayıram. bəli, düz. İti də Oğullu simli, oğullu simli. Simba gözəl, gözəl Simba. Gözəl simli. Deyirəm qorxmayı, mənim də deyirəm, deyirəm qorxmayacaq. Yox, indi daha Simba başlayacaq şeylədi ki, Yox, o biraz apasıdır o. o, Manyakdır. o baxışından görsən. Onun atası o ayağını zədələmişdi. Aha. O vaxt şey, həkim yük həkim dişdi bu ayağını. Hə.
Gözəldilər. Ha, gözəl. Cəsi gözəl. Ümumiyyətlə əziz izləyicilər, mən bu itləri artıq ona görə biraz tez-tez keçid edirəm ki, yəni zaten qanlarını bildik, hansı itlərin balası olduğunu bildik. Yəni düşünürəm ki, eyni itin üzərində çox dayanmaq bizim sadəcə olaraq vaxtımızı alır da. Yəni digər itləri də görməliyik. Salaq yerlərinə, salaq. Hə? Bası bura basdan da qorxuram. Bunu lemon sala bilməyəcəyik. Bu biraz... Hə. Ev yoxdur, danış. Qəsən sal, qəsən sal. Ha, gözəl. Ha, tez gəlir, gəl yeyən məni. Şeydir. Bu təzə gəlir baba Səmi. Ha, bu komandirovkadaydı. Aha. Ha, bağla. Belə çək, fərqi yoxdur. Adı nədir baba Səmi? Baron. Baron, yaşı neçədir? 4 yaş yarımdır. 4 yaş yarımdır. Bu sənkilərdəndir? Yox, bu mənimkindən bu dostum var, onun heyvandır. Aha. Məncə mənimkidir, yəni küçükdə satmışam ona da mənimdir. Aha. İndi mənim deyildi, mənə verdi. Aha. Yəni dostuma satmışdım, indi gətirdi verdi özümə. Hə. Ona görə ehtiyatlanıram, tam məni öyrənməyib də. Təbii. Onda belə deyək ki, səninkilərin qanından deyil. Mənimki qanından. Yəni mən küçükdə satmışam ona. Hə, başa düşdüm. İndi ehtiyat edirəm ki, birdən görməyib baxı məni. 15 gün ona gətirmişəm. Bildim. Ha, baron. Bu hansının balasıdır? Bunun atası, anası ölüb. Atası da deyim da qarışıb onunla bir-birini. Sən də indi hal-hazırda mənim vəziyyətimdəsən. Tyson idi atası. Bunun atası satdım şeyə. Qubuya satdım. Qubuya. Rəngi, xüsusi rəngi var. Bunun hamısı seleksiya. Bu aşıqqa rəngdə. Bunu hər də tutmaq olur. Təbii. Tigrovu deyirlər də buna. Ha, gözəl. Baron. Bunu da onda yetişdirirsən. Söz səndədir. Ha, oldu mənim. Xeyirlisi. O qəşəng rəngi var. Ha, gözəl. Gözəl. Aç biraz, açsa bıraxa biraz gəl. Ha, açsın. Ha, baron, ha, gözəlim. Gəl. Sal apası. Ha, tuş bana qalasan orada. Şeydir, bu da gözdə operatorumuz çəksin. Bu da Ava Səmi mənim üçün qazıb. Çəkilişdən sonra montaj yaxşı olmasa mənə atacaq bura. Bu Rembo'nun oğludur, 11 aylıqdır. Aha. Anası da Sakura'ydı. İndi bunun Ramon'un qardaşıdır. Ən axırda bunu göstərir, maraqlıdır. Hə. Yəni kino qabaqdadır. Hə, bu 11 aylıqdır. Biraz şuluqdur. Hiss olunur. Elə Rembo bastı da köpək. Qorxmadım, üstüm batıra dedi. Dinc dayanmır bir yerdə. Gözlərə bax, qıpqırmızı. Bastı. Yox, oynamaq istəyir sadəcə olur. Mənim işlərim mənim dəyməz. Bir dənə Ramon da günah mənimdir. O qədər buraxdım. Hələ bilirəm Pedro atdı, biri güləşdi. Oynadılar, elədilər. Başını çevirdilər. O videolar var da, TikTok'da var da, hamı gələn oynayır, çevirdilər başını. Yanına çox adam buraxdın. Sonra da tərsinə çevirdilər. Sonra olunca indi özüm də qorxuram açığı. Ha, gözəl. Deməli, Ramonun oğludur. Rembo'nun oğludur. Ramonun qardaşıdır. Bunun polkası nə qədərdir təxminən? Təxmini 87-88 var. 87-88. Çəkisi maksimal nə qədər olur? Maksimal olacaq, azı bunu mən verirəm 90 kilo olacaq. Bəs onda bu hələ ənikdir, hə? Ənik də 11 aylıqdır. 11 aylıqdır. Hə. Heç nə görmür, 11 aylıqdır. 11 deyəndə paşlı 1 yaşı var da. 1 yaşı var. Rahat bu olacaq, 85 ölən yeri çəkisi olacaq. Çəkisi olacaq. Mən yəni küçüyü seçəndə açığı rənginə görə seçirəm. Maşallah, rənginə görə seçsəndə yekə olurlar, qəşəng olurlar. Mən heyvan rənginə görə seçirəm. Bu hiss edirsən ki,
belə qeyri-adi aktivliyi var. Mənim belə bir bu formada, yəni qeyri-adi aktivliyi ilə pitbullum var. Həqiqətən, yəni mənə də belə xarakterdə itlərlər. Dayanma da, bu belə- dayanma. O da var belədir, dayanma. Dayanmır. Bu Hə. yəni dədəsi 7 yaşı var, o da elə işdir. O ulan ağırdır da o. Hə, təbii Görün ki. yeb quyuya düşüb Təbii çıxarda ki. da bilmir. Təbii ki. Əla, möhtəşəm. Baris'ti 2 yaşı var. Matuxan Deməli, qardaşı. adı Barisdir. Baris. Aha, 2 yaşı var. 2 yaşı var, Matuxan qardaşıdır. Maturxanın qardaşıdır. Qardaşıdır. Deməli, Maturxandan bir sonrakı qarındır Hə, da. o sport. Hə, o bir sifət. Bu anaları ayrıdır, dədələri bir. Anaları ayrıdır, dədələri Hə, birdir. Baris. Boris. Gözəl, gözəl. Bu miniatürdür. Hə, bu da Miniatür hündürlüyüdür, mən sənə deyim bu da ki, bütä vurulmuyor falan. hələ vurulmuyor. Yox, vurmamışam. Bəlkə də elə işlər başı o cütdür, cütə vurursan itin dalı qabağı qaçır, hə? Yox. O dalğaçan Matuxan idi, o kiçik. Ya, girmək üçün dedim ki, şeydir, yəni cütə vurulmamışlar, hamısı ştık kimidirlər. Hə? Baris. Səndən söz soruşum. Adamlar var ki, deyirlər ki, əşi bu adamcıl deyil, bundan it olmaz. İndi hərə bir fikirdədir. Ümumiyyətlə sən bu itlərlə bağlı hansı fikirdəsən? İt necə olmalıdır? O baxır insan zövqünə. Təbii. Mən açıq adamcı it xoşlamıram. Niyə xoşlamıram? Mən bu iti zövq almaq üçün saxlayıram. Qonaqlar gəlirlər, mən bunu gələn qonağa göstərə bilməyəcəm. Sən gidib onun yanında onu sevənəməyəsən, mən o iti niyə edirəm saxlayıram? Yəni adamcıl eləmək üçün də onun yönləri var da. Məsələn, bu izləyicilərimiz bu yönləri 9 aylığından sonra onu vurursan zincirə, onu böyütməkdən asılı. Adamcıl eləyirsən, adamcıl olur. Deməli, sən onun sırf mühafizə üçün olmasını istəyirsənsə, elə. 8-9 ayından sonra vurursan həmin heyvanı zəncirə Zincirə, o təlimdən adamcıl və adam buraxmırsan yanına. Adam kənara. buraxmırsan görmür. Bunun dibi məndəki adamcıl olur, kökləri. Mən xoşlamıram, xoşum gəlmir adam. Yaşayış masası. Bəs yaxşı, 8-9 ayına qədər daima adamla olmaqları problem yaratmır? Yox. Yox. Yəni Əsas 9 ayından sonrası. Hə, 9 ayından olursan zincirə iti aqressiv vəhşi kimi olur. Təbii. Yəni Ona- yenə də biz o zaten onu tövsiyə edirik ki, mən də düşünürəm ki, sən də tövsiyə edirsən ki, mən sevmirəm heyvanı zəncirə vurma, amma yox, siz sırf həmin heyvanı mühafizə üçün əldə eləmisinizsə, məqsədiniz budursa, təbii ki, yaxşı baxmaq şəraiti ilə, yaxşı belə deyək, qulluqla məcburi qaydada zəncirə vurub onu adamcıl edə Mən heç bir bilərsiniz. zinci görmür. Gözəl. Yox, Vuranda geçdi yanmır. düz. Özələ çoxsa bir zəncirlə sıxılırlar, yığışırlar. Çünki yerləri 4-ün 5-ə, 10-un 5-ə böyük bariyerlərdir. Səhər dağımızın 2 saatdan bir, Salaq yerə elto 2 saatdan da bir Salak. gəzir. Açıb buraxır gəzir. Bu qaçıra Matuxan qızlardır. Bu Maturxanın qızlarıdır deməli. Hə, 3 dənə 6 aylıqdırlar. 6 aylıqdılar, 80-ı keçiblər. 80-ı keçiblər. O isə tükə gələn adama dəymir. 3 bacıdırlar, bunun qızlarıdır. Hə. Gözəl. 5 ay 20 günlükdürlər. Gözəldirlər, gözəl. Bunların hamısını özün üçün saxlamısan. Ha, özüm. Təsərrüfat üçün. Əla. O dişiləri tez-tez çox yaşlı saxlamıram da. Bəli. Rahat 90 vuracaq boyları. Düzdür, içində rənginə görə saxlamışam. Hə. Gözəldirlər, gözəl. Deməli Şakira bizi bağışlasın, əsl Şakira. Keçsin günahımızdan. Keç. Bu kanqaldır deməli, Abbas əminin kanqalıdır. Adı da Şakiradır. Bu səndə balalayıb Abbas əmi 2 dəfə. 2 dəfə. Balacaqdan səndədir. Hə. Düz bu mənim kimi balası almışam bunu. Almısan. Almışam, hazır 8 ayında almışam. 8 ayında. 2 partiya bala verdim. İndi neçə yaşı var? Hazır 3 yaşım. 3 yaşı var. 2 dəfə bala. Şakirə. Çox gözəl balalar. Yəni TikTokda səhifəndə bunun balaları var.
Çox ağıllı. Bax indi balacalara dəymir. Şəki. Hə, gözəl. Gözəl. Keçək. Bu da deməli əziz izləyicilər, Sultan balalarıdır. O Maturxan qardaşı Sultanda, düzdür? Ha, 9 aylıqdırlar. Bu erkəkdir, bu dişi. Onlar döndəki maşallahları var. Nə qədər idilər bunlar? 9 aylıqdırlar. Hə? 9 aylıq. 9 aylıq. Bir bacılar da o da kürsəkdə olandır da. O qardaşını da bırax. Erkəkdilər bunlar, görmədim. Biri bu erkəkdir. Oba. O da bunların qardaşıdır. Ha, bir bacılar da oradakıdır. Hiss olunur oradan. Plus bunlar dalaşı deyil, ayırmışıq. Hə? Bunlar dalaşı deyil, qardaşlar. Hə, tabii. Erkəklə dalaşır da normal. Plus əl vuranda dalaşırlar, ona görə. Əl vurma. Tubarya kimi ikisi də uca tutuşacaqlar. Hə, bildim hə. Paxallar qısqancılar. Xətəkardır, bax bu. İki erkək, iki dişi saxlamışam. Dişin bir də o içəridəki kürsəkdə olandır. Dosta qardaşa istəsək də satmırsan da bunlardan heç birini. Hərdən soruşuram ki, görün bəlkə eski fikrin dəyişdi. Yox, Allah pula mənə ehtiyac eləməsin. Amin. Satmaram belə. Amin. Motiya, gəl. 9 ay üçün düşünürəm ki, əziz izləyicilər, çox qəşəngdilər. 9 ay üçün polkaları neçə olar indi təxminən? Rahat 80-dan yuxarıdır. 80-dan yuxarıdırlar. Səki 70 kilodur. Səki 70 kilo, 9 ayında. Gözəldir. 84-83 olar. Ümumiyyətlə bunlar neçə yaşına kimi böyüyür? 1 yaşına kimi boyu artır. Aha. 2 yaşına kimi qalınlaşır. Bədən baş böyüləmə. Bəs vuruşacaqlar yenə. Mırıldayırlar. Gəl bu yana. Bastı. Hə. Gəl bunu apar. Yaxşı, salaq yerlərinə dalaşmasınlar. Hə, onu apar onu. Gəl bunu say yenə. Gəl. Dalaşmasın. Motiya gəl. Əzizləyicilər, görürsünüz, yəni belə hallar da baş verir deyə. Get. Salaq yerinə. Get. Gözəldir. Bu da həmin o məşhur Ramo. Ramo. Xeyli adamcıldır dediklərinə görə. Tükünü zadını qaldırıb bax. Hə, Abbas əmi? Nə? Tükünü qaldırıb. Ramo. Remen hanı? Digər iyləri hiss edirdi ya. Fikir oradadır. Bacı qardaşdır bunlar. Bacı qardaşdırlar. Abbas əmi, Ramon xolkası nədir? Xolkasını bir qara qoyur. O nə boyda quyruğu? O 93'dür. 93? Hə. Çəki də 87-92 olur. 87-90? 92. Bu Matuxan atası budur. Gəl. Mırıldayır, bilmirəm səsi oraya gəlir. Bu da bizim məşhur deməli Ramo. Düzdür Abbas əmi? Ha, Ramo budur. Aha. Düzdür, biraz adamcıldır. Aha. Yo, elə ona görə risk eləmək istəmirəm. O vaxt Reşotkada görmüşəm mən onu. Bu Matuxanla Sultan atasıdır bu. Maturxanla Sultan atası budur. Ha, budur. Aha. Yaş 5 yaşdır. Aha. Çəki 87-92 olur. Boy da 93 idi. 93? Hə, 6-7 ay bundan qabaq elə idi. Aha.
Hə, o dediyin nöqtə ilə tutanda, Hə. bəli, bəli. 7 santim fərq Bəli. var. Ən güclü heyvanın budur. Hər tərəfli də. Bəli. Qoruma. Hə, qorumağı. Bu həyətə buraxılan düzdür, kameralar var. Aha. Bu olan yerdə kameraya ehtiyac yoxdur. Yox. Yoxdur, yox. Gözəl. 5 yaş. Gözəldir. Bəs bu dişi? O dişi 4 yaş yarımdır. Aha. Bunun bacısıdır. Ramonun Hə, bacısıdır. bacısı. Bayaqki küçüğü var idi. Amma bir qarın sonrakı bacısı. Hə, bundan sonra o doğulub. Ondan sonra o da olur. Anaları da birdir, dədələri də. Aha. Ümumiyyətlə indiyə kimi göstərdiyin dişilərin arasında məsəl üçün o deyirlər ki, dişinin əsas qarın bala verməyidir filan da. Yəni narazı olduğun bir dişin var. Yox. Mən yəni narazı olduğum Bütün heyvanlardan razısan. Yəni narazı olduğum dişi düz deyil, çöl atmaram, yaxşı dost tanışa verərəm, saxlasın. Aha, bildim. Allah var etsin. Yəni mən saxladım. Erkəkləri fərqi yoxdur, heç biri vermərəm heç kimə. Əsas hamısından razısan. Yəni elə qandan Bərk seç, tut, Ramo mənlə nəsə çəpləşir. elə yığmışam ki, narazılıq bir də bu biraz bala doğanda Aha. çox əziyyət verir. Həddindən artıq çox əziyyət verir. Hə. Ha, yenə oturuq böyründə. Deyək, başqa yolumuz yox. Yox, təbii ki, əgər Seçir də zəif balaları götürüb apar çölə tuluyur gəlir. doğru da. Biz də istəmirik, o da yaşamalıdır. Hə, təbii ki. Ağzı var, az bir 15 gün ağzı var, çölə buraxmır. Əlimizdə aparır gətirdik. Seçir, hada xırdabar apar çölə tuluyur. Gözəldilər. Gedək, onda dəyişək. Var yenə qalıb. Yox, ta qutardı da. Qurtardı, təsərrüfatımız qurtardı. Hə, onda yerləşdirək də. Əziz izləyicilər, düşünürəm ki, burada artıq yekunlaşdırmalıyıq. Abbas əmi, sənə xüsusi təşəkkür bildirirəm. Niyə? Çünki mən bilirəm ki, sən heç kim üçün çəkiliş təşkil eləmirsən burada. Amma təşəkkür edirəm ki, bizim üçün vaxt ayırdın, əziyyət çəkdin, itləri apar, gətir. El Torol idi da, səhv eləmirəmsə. Elturan. Elturan. Elturana da mənim adımdan təşəkkürümü bildirərsən. Süfrəyə görə də çox təşəkkür edirəm. Əlavə olaraq nəsə bir sözün var bizim izləyicilərə. Hə, dediyimizi çox sağ Rəsul da sən qardaşsan, səndən bizim keçmişimiz var. Bəli. Borcum idi. Sözü balla kəsirəm. Bir söz də vurğulamaq istəyirəm ki, videonun üzərində Qərbi Azərbaycanlı Abbas vurğuladığım nöqtə Azərbaycanı zonalara bölmək deyil. Mən də Qərbi Azərbaycandanam və heç vaxt bunu vurğulamamışam. Yəni sözümü ora gətirirəm ki, yəni bu videoda hansısa zonaya vurğulamaq deyil məqsədimiz. Sadəcə olaraq Abbas əminin TikTokdan, sosial şəbəkədən, yəni tanınması belə olub. Yəni Qərbi Azərbaycanlı var. Düzdür Abbas əmi? Düzdür. Ona görə yəni mən bu adı vurğulamışam. Qəti surətdə Azərbaycan bütövlükdə bizimdir, şükür Allaha. Yəni bütün qardaşlar da, bütün yerlilərimiz də bizim əzizlərimizdir. Qəti surətdə yanlış anlaşılma olması üçün bunu vurğulamaq istədim. Buyur Abbas əmi, bağışla sözü kəsdim. Sağ ol Rəsul qardaş. Gəldin, qulluğunda hazıram, bir bax gələ bilərsən. Yəni mən hər çəkilişi qoymam. Sən mənim qardaşımsan, keçmişimiz var, dostluğumuz var. Bir də seyircilərdən bir də xahişim odur ki, izləyicilərdən ağzı görsəklər biri deyir, Abbas ki, boyu 1 metr 20 santimdir, biri də 1.50-dir. Mənim boyum şurada 1 metr 73 santimdir. Çəkim 106 kilodur. İkisi də deyirlər, iğnə vurub itlər şişirdi. Bəli. Onu deyən nə bilim, nə deyim ta, ona deyəsiz başqa elə şişirsən bunun hamısını şişirdən. Yəni də, yəni gördük ki, çəkiliş elədi, 1 metr 3 santim də var, 1 metrlik də var, 55 santimlik yox. Elə şişirsəm hamısını şişirlər. Hə də 80 da var, 78 də var, bu iğnə vuraram, boy hamısı şişsin də. Düz. Yox, zaten elə bir iğnə olsa, yəni biz də bilərdik. Mən elə bir iğnə tanımıram. Gözü götürmür. Tanıyırsınızsa şərhlərdə yazın, bilək ki, belə bir iğnə var mövcuddur. Bəli. Şəxsən mən xoşum gəlmir. Elə söz eşidəndə əsəbləşirəm. Əsəbləşmə. Mən düşünürəm ki, mən artıq yavaş-yavaş canını açırsan ki, 5 dəqiqə eynin açırsan, bu gözəlləri millətə göstərərsən, görsən necə heyvanlar var. Biri ondan iğnə vurdu. Bunun arxası əyilib, qıçı əyilidir. Qardaş, qıçı əyili də olar, düzü də olar. İnsanda da var. Təbii ki, mənim şəxsən ayağım 2-3 ayda axsıyır, zərarlı. Allah verdiyi şey də xəstəlikdir, o da elə. O mənim günahım deyil. O günah həkimlərdir, düzgün diaqnozu vermədim, düzgün müalicə edəmədim. Onun da bir gözəlliyi var. O mənim üçün ən iddiamın 25 ilə etibar gözü oldu mənim üçün.
Evet. Onun yeri mənim üçün tamam fərqlidir. Elədir ki, Bu ondan qat-qat bahalı ola bilər, ancaq bu mənim üçün tamam fərqlidir. elə. Sağ olun Təşəkkür qardaş. edirəm. Gəldiniz, əziyyət çəkdiniz. Xoş. Allah sizi Bizə xoş. sağ eləsin. Sən də sağ ol qardaşım. Özdən müğayət ol. Ümumiyyətlə bu yerdə vurğulamaq istəyirəm ki, bizim buraxılışımızın sponsoru Maystik yemləridir. Canlar həqiqətən Maystik yemlərini, konservalarını hamısını çox sevir. Yəni sağ olsunlar ki, bizim buraxılışlarımıza dəstək olurlar. Siz də həqiqətən canlarınızın gözəl yemək yeməsini istəyirsinizsə, Maystik yemlərini seçin. Əgər heyvanlarınızın baxıma, groominqə, çimizdirilməyə, saç kəsimlərinə heyvanlarınızın ehtiyacı varsa, Zoomagic Bakıya buyurub müraciət eləyə bilərsiniz. Sağ olun, gələn görüşlərə dək. Sağ ol. Sağ ol.